Yeni Qaradolaq Bələdiyyəsi kənd infrastrukturunun yaxşılaşdırılması və sakinlərin gediş-gəlişinin rahatlaşdırılması istiqamətində geniş işlərə start verib. 2026-cı ilin büdcə vəsaitləri hesabına həyata keçirilən layihə çərçivəsində Yeni Qaradolaq və Aran kəndlərində ümumilikdə 32 kilometr yolun əsaslı şəkildə təmir edilməsi nəzərdə tutulub. Yeni Qaradolaq kəndində fevral ayından etibarən başlanılan 22 kilometrlik kəndarası yolların təmiri işləri artıq yekun mərhələsinə qədəm qoyub. Baxmayaraq ki, yağıntılı hava şəraiti texnikaların işində müəyyən ləngimələr yaradıb, bələdiyyə tərəfindən bütün imkanlar səfərbər olunub. Hazırda kəndin bütün daxili yolları qreyder vasitəsilə hamarlanıb, zəruri hissələrə lazımi miqdarda çınqıl tökülərək bərk edilib. Yeni Qaradolaq kəndində görülən işlər artıq başa çatmaq üzrədir. Qeyd edək ki, artıq Aran kəndində də işlərə başlanılıb. Planlaşdırılan layihəyə əsasən kəndin 3 hissəli ərazisini əhatə edən 10 kilometrlik yol hissəsində də eyni qayda ilə təmir işləri aparılacaq. Ehtiyac duyulan ərazilərə şebel verilərək yolların texniki vəziyyəti qaydaya salınacaq. Məqsəd bələdiyyə ərazisindəki kəndarası yolların təmirini qısa müddətdə və keyfiyyətlə yekunlaşdırmaqdır. Görülən bu işlər sakinlərin mənzil başına rahat çatmasını təmin etməklə yanaşı, kənd təsərrüfatı texnikalarının hərəkətinə də müsbət təsir göstərəcək. Görülən işlərlə bağlı kənd sakinləri də öz fikirlərini bölüşüb, minnətdarlıqlarını bildiriblər. Biz bələdiyyə seçimində yanılmamışıq. Kəndimizin oğludur. Bax, bu durduğumuz ərazidən and olsun Allaha bağçaya uşağı apara bilmirdik. Mən nəvələrimi apara bilmirdim bağçaya. Maşın gedirdi, elə bir latoklar, yamalar var idi ki, maşın oradan çıxması mümkün deyildi. Bələdiyyə sağ olsun, cəmaət vaxtında vergisi, naloğun ödəsə, bələdiyyə daha da böyük işlər görə bilər. Göz qabağındadır, sağ olsun, razıyıq. Biz birbaşa Ağcabədi rəhbərçiliyinin minnətdarımızı bildiririk ki, vaxtaşırı kənd cəmaətinin görüşlərini keçirdir, kəndimizin rifahı naminə nə lazımdırsa vaxtaşırı tövsiyələrini verir, göstərişini verir. Cəmaət də həm rəhbərçilikdən, həm seçdiyi kadrlardan çox razıyıq. Allah rəhbərçiliyə kömək olsun, bələdiyyəmizdə sağ olsun. Bu küçəni görürsünüz, bu küçə pis, bərbad, bir bura dəldi. Kəndin bütün küçələri hamısı belə. İndi o devlətimizin, başçımızın, hökumətimizin nəticəsində sağ olsun yollarımız düzəlir. İndən sonra da abadlıq işi görüləcəkdir. Mən burada bir dənə söz demək istəyirəm ki, yəqin ki bu verilişə cəmaatımız baxacaq. Baxan adam bilsin ki, bələdiyyənin özünün büdcəsi yoxdur. Onun büdcəni yaradan bizik. Gərək biz vaxtında torpaq vergimizi verək, onun da nəticəsində biz ondan iş tələb eləyək. Sağ olsun, vermişik bir hissəsini, onun da nəticəsi gördük ki, yollarımız abadlaşdırdı. Vaxt var idi, biz orada burada bağça vardı. Bağçaya gedib gələ bilmirdik. Şəxsən bizim özümüzün küçəmiz çox pis gündə idi. Elə bir gündə idi ki, and olsun Allaha biz gedib gələ bilmirdik. Sağ olsunlar, hökumətimin sayəsi nəticəsində bələdiyyə onu düzəltdi. İndi bizim bircə üstümüzdə qalan odur ki, dövlət vergimizi verək, torpaq vergimizi verək, işlər görülsün. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi İnternet Televiziyası üçün.